Allah bizi Ramazan ayının nurundan ayrı salmasın inşallah. İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Danışılan sözləri qəlblərimizdə təsir elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Hər kimin ürəyində nə hacəti var, nə dərdi var, dərdlərimizə dərman elə. Kimlər ki bizdən dua istəyirlər, özləri iştirak eləyə bilmir namazlarda, bizdən dua xahiş edirlər, onların hamısının hacətlərini rəva elə. Bütün çətinlikdə olanların çətinliklərini öz qüdrətlərindən həll elə. İmam Hüseyin əleyhissalamın ziyarətini dünyada, qiyamətdə şəfaətin bizə nəsib elə. Ölənlərimizə rəhmət, qalanlarımızı istədiyin yola hidayət elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzu mərhəmət elə. Hər kim malı ilə, canı ilə, sərvəti ilə, hər yolla dini və müsəlmanlara, bu xalqa xidmət göstərir, dünya axirətlərini abad elə.